Bax, indi mən sənə deyirəm. Azərbaycan ərazisində Çar Rusiyasının inzibati idarə üsulunu iki quruluşa böldük. Müsəlman əyalətlik rəisliyi və hərbi dairə rəisliyi. Bunu başa düşdük. Sadəcə belə bir şey var idi. Rusiyanın, bax, Çar Rusiyasının bu addımı atmasının səbəbi nə idi? Uzaqlarda idarə edilməsi çətin olan ərazilərin vahid mərkəzdən idarə edilmə forması idi. Yəni bu halda nə baş verirdi? Həm dövlətin müstəmləkə siyasətini geniş şəkildə idarə etməsi və Rusiyadan nəzarəti tamamilə gücləndirmək üçün şanslarının yaranması. Bəs yaxşı Emil, sənə bir dənə sual. Distansiya və dairələr hansı funksional formanı yerinə yetirirdi? Distansiyalar mənim əsasən distansiya daxil olan ərazilər Cavur Balakən. Aha. Dairələrə daxil olan ərazilər isə Qazaxıstan, Gəncə. Gəncə idi. Yaxşı, biz Gəncəni ilk dəfə Çar Rusiyası tərəfindən neçənci ildə işğal olundu Gəncə? 1804-cü ildə işğal edildi. Tamam. 1804-cü ildə işğal edildi. Və Gəncənin işğalından sonra Çar Rusiyası üçün əlamətdar olan hadisə nə idi? Bu Gəncənin işğalını niyə belə böyük sevinclə qarşıladılar? Çünki Gəncəni işğal etdikdən sonra Azərbaycanın torpaqlarına yol açıldı. Azərbaycanın daxili xanlıqlarını işğal eləmək üçün, bəli, Azərbaycan ərazilərini işğal eləmək üçün əsas yol açıldı. Bəs yaxşı, bu Azərbaycanda mövcud olan xanlıqlar nə zaman bütün hər biri öz səhvlərini dərk elədi və buna görə çox peşman oldular? Gəncənin işğalından sonra bunu başa düşdülər. Yaxşı, ilk dəfə Azərbaycan ərazisini Çar Rusiyası neçənci ildə maraq eləyib gəlmişdi ki, bu əraziləri bir işğal eləsin? İlk dəfə belə 1-ci Pyotrun dövründən başlamışlar. 1722-23, bəli, 1-ci Pyotrun. Bəs yaxşı, 1-ci Pyotrun uğursuzluğundan sonra ikinci dəfə kimin dövründə Azərbaycan ərazilərində yürüş etdilər? Bəs yaxşı, Zubov Azərbaycana gəldikdən sonra niyə birdən-birə yürüşü dayandırıb geriyə qayıtdı? Çünki 2-ci Yekaterinanın ölümü ilə əlaqəli. Bəli, 2-ci Yekaterinanın ölümü baş verdi və bununla da yerinə hakimiyyətə gələn oğlu 1-ci Pavel bütün ordunu geriyə çağırdı. Bəs yaxşı, Ruslar 3-cü dəfə neçənci ildə Azərbaycana bu yürüş üçün 3-cü cəhd elədi? Bəli, 1801-ci ildə fərmanla ilhaq eləmə, yəni fərmanla ilhaq elədilər. Dalınca sakit şəkildə Azərbaycan ərazilərini tutmaq üçün Gergöz traktatı, ondan sonra Azərbaycanda işğalçılıq siyasətini davam etdirmək üçün isə antlı öhdəlik. Ancaq sırf Gəncənin işğalı ilə tamamilə artıq hərbi və döyüş metodundan istifadəyə başladılar. Yaxşı, davam eləyək. Bəs Azərbaycanda Gəncədən sonra eyni ildə işğal olunan ərazilərimiz hansı xanlıqlardır? Yox, 1804-də Gəncəni işğal elədik, sonra. 1804-cü ildə Gəncəni işğal edilər. Onun sonra 1805-ci ildə Qarabağa keçdilər, Qarabağ Şəki Şamaxı. Qarabağ Şəki Şamaxını hansı şəkildə özlərinə tabe etdilər? Kürəkçay müqaviləsi ilə həmin xanlıqları özlərindən asılı vəziyyətə saldılar. Bəs yaxşı Emil, 1806-cı ildə hansı ərazilər işğal edildi? 1806-cı ildə Bakı, Dərbənd və Bakıdan işğal edildi. Quba işğal edildi. Bəs yaxşı, Bakı, Dərbənd işğal edilib, ləğv edildi. Bəs Qubanın onlardan fərqli cəhəti nə idi? Qubanın onlardan fərqli
düzəltməm. Çünki Qubada yerli bəylərdən ibarət əyalət şurası yaradılmışdı. Bəli, yerli bəylərdən ibarət əyalət şurası yaradıldı. Bu neçənci illərdə mövcud oldu Emil? Əyalət şurası. 1810-cu illərə qədər elədiniz. 1806-10, bəli, 1810-cu ildə artıq belə deyək ki, burada komendant idarə üsulu yaradıldı, əyalət şurası ləğv edildi. Bəs yaxşı, əyalət şurasının ləğv olunmasına səbəb nə idi? Çünki mən 1810-cu ildə Qubada əhalinin başçılığında yeni müstəmləkə Rejiminə qarşı üsyan baş verdi. Bəli, üsyanın nəticəsində də artıq əyalət şurasını Çar Rusiyası devirmək qərarına gəldi. Sənə çox maraqlı bir sualım var. Türkmənçay müqaviləsində ermənilərə göstərilən etimadı ilk dəfə Çar Rusiyası həmin bu addımı kimin dövründə atmışdı? Ermənilərə yaxınlıq siyasəti üçün, ermənilərə arxa çıxmaq üçün addım atmışdı. Bunu ilk dəfə kimin dövründə edib Çar Rusiyası? birinci Pyotr dövründə alınmışdı. Aha, neçənci il? 123 ildə. 24. 1724-cü ildə fərmanla, bəli. Ermənilərin Azərbaycan ərazilərində yerləşdirilməsi istədiyi şəraitə sahib olması məsələsi idi. Əsas prinsipi bundan ibarət idi. Yəni həmişə Çar Rusiyası Azərbaycana qarşı olduğunu daima gücü ilə sübut eləməyə çalışmışdır. Yaxşı. Belə deyək də, Türkmənçay müqaviləsi neçənci ildə bağlanır? 1828-ci ildə Çar Rusiyasından Qacarlar arasında. Aha, Çar Rusiyasından Qacarlar, belə deyim, ikinci müharibəsi neçənci illərə təsadüf edir? Qacarlarla elə bir Çar Rusiyasının ikinci müharibələri 1826-1828-ci illər. 1826-28-ci illərə əhatə edir. Bəs yaxşı, Çar Rusiyasının Azərbaycan ərazisini və Cənubi Qafqazda söz sahibi olmasını Qacarlardan sonra hansı dövlət tanımışdır? İngiltərə. Yox, İngiltərə deyil. İngiltərə Qacarlara dəstək olur. Sualda mən necə yəni? Deyirəm ki, bax, Türkmənçay müqaviləsini Rusiya Qacarlar bağlayır, düzdür? Qacarlar Rusiyanın Cənubi Qafqazda hakimiyyətini tanıyır, dənizlərdə üzmə hüququnu tanıyır. Bəs yaxşı, Cənubi Qafqazda söz sahibi olmasını Qacarlardan sonra hansı dövlət tanıyır? Mən Osmanlı dövlətləri tanımışdım. Osmanlı tanıyır. Neçənci ildə, hansı hadisə ilə? Mən 1809-cu ildə Ədirnə sülhündən təsdiq edilmişdim. Bəli, Osmanlı Rusiyaya məğlub olur və məcbur olub Ədirnə sülhünü bağlayır. Bununla da nə edir? Osmanlı Rusiyanın Cənubi Qafqazda söz sahibi olmağını tanıyır. Emil, bəs maraqlı bir dənə sual var. Sual bilsən nədən ibarətdir? Rusiya Azərbaycanda möhkəmlənmək üçün işğalçılıq siyasətini zaten eləyirdi. Bəs yaxşı, bundan başqa hansı addım atdı? Daha da möhkəmlənmək üçün Azərbaycan ərazisində daha çox qalmaq, xalqın içinə qarışmaq, bunun üçün hansı addımlar atdı? Xristianlaşdırma siyasəti. Xristianlaşdırma. Bir də hansı siyasətdən istifadə elədi? Ərəblərlə Sasanilər də eləyir. Köçürmə siyasətini etmişdilər və xristianlığı Azərbaycan ərazisində yaymağa çalışırdılar ki, əhali artıq ruslaşdırma və xristianlaşdırma prinsipindən davam etsinlər. Yaxşı, bunu eləməkdə Rusiyanın məqsədi nə idi? Niyə görə bir dövlətin varlığının yox olmağına çalışırdı? Çünki mən Xəzər dənizindən Həştəxanla əlaqə Emir, bax, bir xalqı yox eləməyə çalışırsansa, bax, diqqətli ol. Suala bax, sual nədir? Sualda deyirəm ki, nəyə görə, bax, diqqətlə qulaq as suala. Nəyə görə Rusiya xristianlaşdırma və ruslaşdırma siyasəti yeridirdi? Niyə xalqı buna meyl elətdirirdi?
öz kökündən qoparmaq üçün, türkçülüyü, müsəlmançılığı unutturmaq üçün və bir də sabah həmin bu dövlət, yəni Azərbaycan işğalla barışmayıb, müstəqillik istəyər. Rusiya bundan qorxurdu. Qorxduğu üçün də neynədi? Ruslaşdırma və xristianlaşdırmadan istifadə eləməyə çalışdı. Bununla da xalqı neynəmək istəyirdi? Əlində saxlamağa çalışırdı və istədiyi formada ona təzyiq göstərə bilərdi. Əsas məsələ və prinsip bu idi. Bu sual bilirəm, biraz belə deyək də uzun olsa da əhatəli sualdır, həm də maraqlı sualdır. Diqqətlə belə düşünəndə həqiqətən sualı tapmaq asanlaşır. Rusların köçürmə siyasətində əsas istifadə etdiyi xalqlar kimləri idi Emir? Erməniləri köçürüldü, bir də Almanlar da köçürüldü. Bir də Rusların özlərini də köçürmüşlər. Bəs yaxşı, Almanları hansı şəhərlərimizdə görmüşük? Almanları Şəmkirdə, Göyçədə. Yəni Annenfeld, Yelenendorf. Düzdür? Yaxşı, bəs ermənilər? Ermənilər isə İrəvan, Naxçıvan, Qarabağa, Deboçaliyə köçürmüşlər. Bəli. Bəs rusları hara köçürmüşdülər? Ruslar isə Qarabağa, Lənkəran, Bakıya köçürmüşlər. Aha, tamamilə doğrudur. Lap yaxşı. Hansılar idi? Azərbaycanda hansı torpaq mülkiyyət formaları var idi? Tiyul var idi, vəqf da var idi, bir dənə tiyul var. Dövlət torpaqları deyirlər, yəni xəzinə dövlət torpaqları. Aha, bir də mənim şəxsimə aid olan nə olurdu? Mülk, yəni mülki xalisə. Deməli, dövlət əsasən xəzinə torpaqları hesab edilirdi, vəqf dini idarələrə verilən torpaqlar idi, tiyul, xidmət, bax, xidmət müqabilində paylanan torpaq idi. Bütün bunların hamısı nə idi? Xalqın mənafeyinin gözlənilməsinə çalışırlar, ancaq faktiki olaraq əsas işləri talançılıq, Azərbaycanın xam mal mənbəyi kimi istifadə eləmək, indinin özündə də bu dəqiqədə Rusiya Azərbaycana maraq eləyir. Niyə? Azərbaycana xam mal mənbəyi kimi yanaşdığı üçün. Çünki Azərbaycan əsas xam mal mənbəyi, əsas gəlirlərdən ibarət bir ölkədir. Həqiqətən. Yəni ona görə də çox böyük ölkələr bizi ələ keçirib, bizim belə deyək də bizə məxsus olan bütün mənbələrdən istifadə eləyib, özlərini daha da gücləndirməyə çalışırdılar. Başa düşdün əzim? Emir, əsas məsələ Rusiya öz tacirlərinə öz marağını göstərmək, onların daha rahat yaşamağı üçün çalışdığını göstərmək üçün hansı addım atdılar? Yo, tacirlərdən danışıram, erməniləri qatma. Tacirlərə nə verir? Azaldır da, yəni güzəştli ticarət tarifi. İlk dəfə bunu neçənci ildə verdi? 1830'da başlamışlar. 30'da bidətçilər demir. Emir, 30 bidətçilərdə aidiyyəti yoxdur. 21. 1821. Bəs yaxşı, yeni ticarət tarifi neçənci ilə aiddir? Bidətçilərdən sonra. 31. Emil, bax əzizim, yadda yenə də, keçən dəfə də bu sual verdim. Çaşdın, yenə də çaşırsan. Güzəştli ticarət 21, yeni ticarət 31. Bu şəkildə. Bidətçilər 30, 36-da nədir? Rəhdarın ləğvi, Alban katolikosluğunun ləğvi, bir dənə Cənubi Qafqazda ipəkçiliyi yayan cəmiyyət. Bu üçü də 1836-dır. Yəni bu şəkildə yadda saxlasan daha rahat olacaq sənə də. Çətinliyin ortadan qalxmış
Olacaq. Bəs yaxşı, Azərbaycanda vahid çəki ölçü pul sistemi neçənci illərə aiddir? 1809-1843 illər.